İslam mədəniyyəti ümumiyyətlə ailə strukturunun üzərində qurulub. Ailəyə çox böyük önəm verir İslam. Məsələn, bəzi hədislərdə gəlib ki, təlaq baş verən zaman Allahın ərşi titrəyər. Bu sadə bir söz deyil. Baxın, Allah nəyə əmr edir? Bizə qohumlara qarşı mehriban olmağı əmr edir. Onların barəsində maraqlanmağı bizə əmr edir. Və hər kim siley ərhamı yerinə yetirməsə, buyurur, onun ruzisinə təsir qoyar. Və yaxud onun həyatında təsir qoyar, ömrünü qısaldar. Bu nəyə aiddir? Uzaq qohumlara aiddir bu sözlər. Hələ bunun içində təsəvvür elə, indi ailə strukturu dağılar. Bir övlad atadan, anadan ayrı yaşayar və yaxud bir ay ana ilə yaşayar, bir ay ata ilə yaşayar. Aydın məsələdir. Belə bir ailədə formalaşan uşaq istənilən tərbiyəni almayacaq. Belə övlad bilirsiniz kimin övladı olacaq? Xarici qüvvələrin, medianın, mənfi ətraf mühitin,